Salam əziz dəyərli şəhid anaları, şəhid ataları, əziz şəhid sevərlər. Hər birinizi salamlayırıq, hər birinizə təşəkkürümüzü bildiririk. Bu günlərin dekabrın 19'udur. Nihat qardaşımızın mövlud günüdür. Nizat əmiyə, Salih əmiyə Allah'tan səbir arzu edirik. Bu gün Nihat qardaşımızın mövlud gününə deyib gələn hər kəsə öz minnətlarımızı bildiririk. Allah cəmi şəhidlərimizin hər birinin məqamını necə ki uzadı, daha da uca eləsin. Allah hər birinin ailəsinə səbir versin. Allah hər birinin dünyasını dəyişən şəhid valideynlərinə qəni-qəni rəhmət eləsin. Həqiqətən də bu gün biz nə qədər də təsəlli etsək, bir oğul itirmək hər bir valideyn üçün ağırdır. Amma onun ağırlığı qədər də onun şərəfi var. Ona görə ki, şəhid hər birimizin, hər bir elin, hər bir vətəndaşın, hər bir xalqın şəhididir. Ona görə də Nizat əmi, Allah sizə səbir versin. Biz bir neçə ay bundan qabaq, biz Nizat əmi ilə, Salih ana ilə və Elvinimizin atası Fəxrəddin əmi ilə biz getdik. Nihat qardaşımızın xidmət elədiyi Sarı Baba yüksəkliyi, Laçının ən uca yüksəkliklərindən biri Sarı Baba yüksəkliyini ziyarət elədik. Və oradan getdik, düşmənlə ön xəttdə olan Böyük Şıxlar yüksəkliyi var. Oranı ziyarət elədik. 3500 yüksəklik idi dəniz səviyyəsindən. Həqiqətən də bir valideyn kimi Nizat əmində, Salih ana üçün də ağır olsa, amma bir daha öz oğlu ilə qürur duyuldular ki, yəni mən evimdə bir aslan böyütmüşəm, bir igid böyütmüşəm ki, dəniz səviyyəsindən 3500 yüksəkliyi tonlu ekiprovka ilə, silah-sursatla bir yerdə o yeri qalxmışam.